Avropanın meteostat peyk sistemlərinin son məlumatlarının təhlilləri onu göstərir ki, hazırda Xəzər dənizinin mərkəzi və cənubi hissəsindən Bakı, Abşeron, Sumqayıt arasına doğru topa yağış buludlarının və laylı yağış buludlarının intensiv şəkildə daxil olması ehtimalları var. Xüsusilə də yaxın saatlarda Bakıda havada buludluluğun artması, qısa müddətli yağış yağması, şimşək çaxması ehtimalları var. Proses yaxından izlənilir. Prosesin real zaman ərzində qəfildən güclənməsi ehtimalları, riskləri nəzərə alaraq ən son təhlillər haqqında kanalda yenilənmiş məlumatlar yayımlanacaq. Ümumilikdə artıq bu tip sistemlərin hava şəraitinin qısa müddət ərzində qəfil dəyişilməsinə, leysanın intensiv və güclü olmasına, hətta Abşeronda belə dolu proseslərinə səbəb ola bilər. Ümumilikdə may ayının 17-18-sində də Xəzər dənizində supersel tipli topa yağış buludlarının aktiv inkişafı üçün mühüm bir sinoptik şəraitin yaranması ehtimalları yüksək qiymətləndirilir. Bu da Bakıda hava şəraitinin gün ərzində tez-tez dəyişilməsi ilə nəticələnə bilər.